avtomobil yoldan çıxıb dərəyə aşdı, sürücü öldü. Ağır yol nəqliyyat hadisəsi gecə saatlarında Goranboy Ağcakənd yolunun Tatarlı kəndindən keçən hissəsində baş verib. Rayon sakini 32 yaşlı Mahir Mirzəyev idarə etdiyi Opel markalı avtomobili ilə sükana hakim ola bilməyərək maşını dərəyə aşırıb. Zərbənin gücündən sürücü avtomobildən bir neçə metr kənara düşərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Valla yoldan elə qıraqdaydı. Avariyadı, elə uşaqlar kömələdi də, yəni meyli yerdən götürdülər. Gördünüz ki, yoldan çıxıb kənara aşırdı. Kənara aşırdı sizə. Nə avtomobili idi? Opel, qara Opel. Təcil yardım apardı, ondan sonra hə. Yəni cəmaət çatanda rəhmətə getmişdi. Cəmaət da rəhmətə getmiş. Cabir Məmmədov, Şamxan Cəlloğlu, Səs TV, Goranboy.